Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil ferecehum. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Bəli əziz tələbələr, dedik ki, bugün bir şeir var və o şeiri oxuyub izah edəcəyik. Çox mənəvi bir şeirdir. Burada hamı irfan dərsini oxuyub, əsas lazımlı yerləri oxuyub deyə bizim həmişə mənəvi mövzularımız da irfani olur. Yəni irfani nöqtələrə toxunmağa çalışırıq. Hamı başa düşür, rahat başa düşür deyə dərin mövzulara toxunmağa çalışıram. Ona görə də bu şeirdə çox möhtəşəm bir şeirdir ki, bu şeirdə dərin bir mesajlar var. İlk öncə qeyd edim ki, şeirlərdə bilirsiniz ki, bir çox şeylər məcazi yazılır. Məcazi mənada yazılır. Bəzən şeirlərimizdə istər məsələn Məhəmməd Füzulinin şeiri olsun, istər Hafiz Şirazi, Sədi Şirazi, ondan sonra nə bilim digər başqa şəxslərin şeirləri olsun. Məsələn Məhəmməd Füzulinin yazdığı yar, əql yar olsaydı şeiri. Tutaq ki var, əql yar olsaydı tərki eşqi yar etməzmidim, ixtiyar olsaydı rahat ixtiyar etməzmidim. Ləhsə ləhsə surətin görsəydim ol şirin ləbin, sən kimi eybi sutun mən həm qərar etməzmidim. Görsən ki, burada məsələn şeirlərimizdə daha çox sanki zahirdə bir kişinin bir qadına müraciət etməsi olur və orta məktəblərdə də adətən keçiləndə şairlərin şeirlərini, yəqin ki siz də yadınızdadır, şairlərin şeirlərini bir qızı, qadını vəsf etməyə tərəf gətirdilər ki, qadını vəsf edirlər, qadın barəsi, qadına yazıb ki, bu şeiri. Amma əslində şairlərin o şeirlər vasitəsilə məcazi olaraq qadına müraciət etsələr də, amma çox dərin bir mənaları çatdırmaq istəyirlər. Qadın kişi sevgisini ilahiləşdirib, ilahi bir sevgi kimi gətirirlər. Bəzən görürsən ki, misal üçün şeirdə gəlirlər, deyirlər ki, səni ey vəfasız, vəfa öyrən, tutaq ki, vəfasız deyirlər. Bir qadına müraciət olaraq vəfasız deyirlər, amma əslində orada Allahı nəzərdə tutur. Allahı nəzərdə tutmur, Allahı vəfasız deyə bilməz. O vəfasızla bir qadına nəzərdə tutaraq Allaha yönəldir və vəfasız dedikdə orada artıq o vəfasızlığın mənası tamamilə dəyişir. Tamamilə dəyişir və başqa bir mənanı ifadə edir. Bilmirəm, sizin yadınızdadır yoxsa yox, orta məktəbdə elə idi də, yəni şeiri oxuyanda elə bildik ki, qadına aiddir. Kişi və qadının bir sevgi dolu mesajlarıdır, şeiridir, bu kimi başa düşürdük. İndi əlbəttə indi kimsə dərin bir insan idisə, o məsələni tuturdu. Həqiqətən də şairlərimiz yazdıqları şeyləri, xüsusilə Məhəmməd Füzuli yazdıqları şeyləri çox möhtəşəm bir şeylərdir, çox möhtəşəm bir Bəli, usanmazmı? Bəli. Çox möhtəşəm bir şeirlərdir, çox möhtəşəm bir mesajlar ötürürlər oradan. Allahla bir razı-niyaz edirlər. Allaha bəzən şikayət edirlər. Olanı şikayət də nədən olur? Yəni ilahim, mən sənsiz qalmışam. Niyə məndən uzaqlaşmısan? Niyə məni uzaqlaşdırmısan özündən? Görürsən ki, o sənsizliyi bildirir. Allahla o sənsizliyi bildirir. Əlbəttə indi sırf dərin şeylər də var. Məsələn, Məhəmməd Füzulinin Qəd ənarəl eşqə lil uşaq minhacəl huda sadiq rahi həqiqət eşqə eylər iqtida bu şeir ki var. Burada sırf irfani şey var, irfani sözlər var, o heç. Yəni burada qadın və kişi sevgisini bildirmir, sırf Allahı bildirir. Misal üçün orada gətirir, deyir ki, vadi-i vəhdət həqiqətdə məqami eşqdir. Artıq bu vəhdətə girir, həm o vəhdətül vücud məsələsinə, tövhid məsələsinə girir. Birbaşa Allaha müraciət edərək danışır. İndi o bəzi istisna ola bilər, o heç. Bugün seçdiyim bir şeir var. Deməli, Hafiz Şirazinin şeiridir, dediyimiz kimi.
Sanki burada aşiqin məşuqa olan bir gileyi açıqlanır. Gileyi var. Ümumiyyətlə Hafiz Şirazi, ümumiyyətlə bunların özləri Hafiz Şirazi, Sədi Şirazi, elə Məhəmməd Füzuli, sonra Nəsimi, bunların özləri indi digərlərinə nisbətən bunların özləri həqiqətən arif insanlar olub, çox böyük insanlar olub və bəzən görürsən ki, insan Allaha ifadə etmək istədiyi sözü və yaxud da çatdırmaq istədiyi sözü şeirlə çox gözəl şəkildə çatdıra bilir. Çox gözəl şəkildə çatdıra bilir. Düzdür, mən yenə qeyd edim ki, mən deyiləm, şair deyiləm və şeirdən də çox yaxşı başım çıxmır. Çox da şeir bilmirəm. Sadəcə özüm də mütaliələrimdə şeirə rast gəlirəm və yaxud da şeirlə maraqlanıram deyə elə bəzi nöqtələri görürəm, deyirəm ki, elə sizlərlə bölüşüm, şeir vasitəsilə bölüşmək daha belə deyim, yaxşı olar, daha möhkəm olar. Hafiz Şirazinin həmin o aşiqin sanki bir gileyidir və şeirin adı belə gedir də, əsasən belə adlanır, Qoftəm. İndi mən oxuyub tərcümə edəcəm və izah edəcəm. Qoftəm. Qoftəm yəni dedim mənasındadır. Qoftəm farsça yəni dedim deməkdir. Elə bil ki, qarşılıqlı bir dialoq gedir. Deyir, mən dedim məşuquma, o mənə dedi, cavab verir. Çox maraqlı bir cavablar verir və hətta Hafiz Şirazinin özünün də dediyi çox maraqlıdır. Maraqlı bir gileyi eləyir. Gileyinə də maraqlı bir cavab gəlir. Mən düzdür, bütün o şeirin misralarının hamısını oxumayacağam, bəzi yerlərini oxuyacağam, bəzi əsas bizə lazım olan yerləri oxuyacağam və izah edəcəm. Mən bir daha sual verim. Mənim səsim yaxşı gəlir də, düzdürmü? Eşidirsinizmi? Eşidirsinizsə davam eləyək. Tamam. Başlanğıcında belə başlayır. Hafiz Şirazi deyir ki, deyir, qoftəm, qəmi tu darəm, qoftə, qəmət sərayət. Qoftəm ki, mah mən şov, qoftə, əgər bərayət. Tərcüməsi belədir və izahda keçəcək. Deyir, dedim, sənin qəmin var məndə. Başa düşürsən, sənin qəmin məni qəmləndirir. Mənə cavab verdi. Bunu belə dedim, mənə cavab verdi ki, qəmin keçəcək, rahat ol. Mən dedim, sənin qəmin var məndə. O da dedi ki, qəmin keçəcək. Sonra dedim ki, gəl mənim ayım ol. Yəni, ay olaraq işıqlandır, yolumu işıqlandır. Mənə görsən, zülmətdən məni çıxart. Artıq işıqlandır yolumu, mən səni görə bilirim. Ay necə olur? Ay işıqlı olur, işıqlandırır. Gecəni işıqlandırır. Deyir ki, gəl mənim ayım ol, işıqlandır, yolumu işıqlandır, səni gör. Yəni, bu demək ki, ay ol, səni görüm. Da bu qəmdən qurtulum. Bu sevgi, sənə olan eşqimdən, o hicrandan qurtula bilim, ayrılıqdan qurtulum. Deyir, cavab verdi ki, əgər iki cür burada məna var, ifadə, indi izah edəcək. Cavab verdi ki, əgər mümkün olsa gələcəm, gəlib sənin ayın olacam. İndi əsas məsələ buradan başlayır. Birinci misranın izahı. Ki deyir ki, gəl mənim ayım ol, yolumu işıqlandır, mən bu qəmdən qurtulum. Cavab verir ki, əgər mümkün olsa sənin ayın olacam və sən qurtulacaqsan. İki cür burada məna ifadə ola bilər. Necə yəni mümkün olsa? Təbii ki, indi biz bunu Allaha aid edirik də, düzdürmü? Allahdır. İlahi, sənin bir qəmin var. Biz indi danışırıq da, aşiqlər tamamilə başqa bir hisslər keçirirlər. İndi biz güya aşiqik. İndi aşiqlərin adından danışaq. Aşiq deyir ki, gəl mənim ayım ol, məni bu qəmdən qurtar. Məni bu hicran ayrılığından, hicrandan, sənə olan ayrılıqdan qurtar, mənim canım qurtarsın. Mən yəni dözə bilmirəm. Sənin hicranına dözə bilmirəm. Allah cavabında nə deyir? Deyir ki, məşhur cavabında deyir ki, əgər mümkün olsa. Necə yəni mümkün olsa? Nə deməkdir bu? Bəzən insan, əvvəla bunu qeyd edək ki, ümumiyyətlə ayrılıq var, o həmin hicran. Hicran yəni ayrılıq. Hicran müsbət bir şeydir insan üçün. Hicran ayrılığı çəkmək insan üçün müsbət bir şeydir, yoxsa mənfi? Əvvəla sual budur. Niyə şeirlərdə hicrandan danışılır? Ni dində, ni ariflər hicrandan danışır? Ümumiyyətlə hicranın özü
irfanda müsbət bir şeydir. Mən hicran ayrılığı çəkməliyəm, onun dərdini çəkməliyəm. Lazımdır ümumiyyətlə bu. Bir neçə cür cavab verirlər. Əvvəla budur ki, hicran iki cür olur. Biri var müsbət hicran, biri var ki mənfi hicran. Mənfi hicrandan danışmağa ehtiyac yoxdur. Mənfi hicran nədir? Mənfi hicran yəni budur ki, mən çoxlu günah edirəm, və mən darıxmağa başlayıram. Günah məni darıxdırır, ürəyim sıxılır. Və yaxud da mən məsələn hansısa bir dünya malın hicranını çəkirəm, ayrılığını çəkirəm, ayrılığının dərdini çəkirəm. Bu məlum məsələdir ki, doğru bir hicran deyil. Heç buna hicran demək olmaz. Bu yəni yersiz bir ayrılığın dərdini çəkməkdir, mənasızdır. Bu insan mənfiyə aparır. Bu doğru bir şey deyil. İnsan dünya malından ayrılırsa onun hicranı çəkməməlidir. Bu səhvdir. İnsan əslində başa düşməlidir ki, burada düşdüyü o vəziyyət, hicran vəziyyəti doğru deyil. Ondan uzaq çalışmalıdır ki, özündə o vəziyyəti, o halı aradan aparsın. O hicran ayrılığını, yəni nəyin hicran ayrılığı, maddi bir şeyin hicran ayrılığını, o dərdi özündən aparmalıdır. Bununla danışmaya ehtiyac yoxdur. Yəni ki, bunu hamımız bilir ki, bəli, belə bir şeyin mən niyə dərdini çəkim ki? Yəni mənasız yerə mən, nə bilim, telefonum itib, telefonumun ayrılığının dərdini çəkirəm. Onu mən nə edeyim? Mən bu ifadəmə görə üzr istəyirəm, də səmimi istəyirəm danışım da. Mən səyəm, dəliyəm, nəyəm? Bunu mən niyə dərdini çəkim ki? Ümumiyyətlə bunun dərdini çəkərlər. Var, bəli, dərdini çəkənlər var. İnansınız ki, dərdini çəkənlər var. İndi biz çəkməsək də, bəlkə bizdə olmaz, amma belə şeylərin dərdini çəkənlər var. Nə qədər belə insanlara rast gəlmək olur və bu çox bir səhv hicrandır. Bilirsiniz niyə səhvdir? Çünki qovuşa bilməyəcəyin bir şeyin dərdini çəkmək dəlilikdir. Qovuşa bilməyəcəyin bir şeyin dərdini çəkmək mənasızdır. Bu anormallıqdır. Elə bir şeyin dərdini çək ki, ona qovuşanda ona qovuşa biləsən. Bu bir. İkincisi də qovuşa biləndə sənə fayda verə bilsin. Səni kamilləşdirə bilsin. Bu mənfi hicrandır. Allah hamımızı bu hicrandan qorusun, bu ayrılıqdan qorusun ki, belə şeyin ayrılığına düşməyək. Ayrılığının dərdinə düşməyək daha doğrusu. İkinci hicran budur ki, ikinci hicran müsbət bir hicrandır. Bunu hamı özündə, bax biz indi irfan oxuyuruq, biz tələbəyik, xüsusilə tələbələr, xüsusilə din adamları, dini təbliğ etmək, dini gözəl çatdırmaq istəyən şəxslər hicran ayrılığı yaşamalıdır. Bu müsbət hicran ayrılığıdır. Bu Allaha olan hicran ayrılığıdır. Düzdür, bunun özü də başqa cürdə izah eləyəcəm. Bax, diqqət eləyin, bu hicranın da özü bölünəcək iki yerə, izah eləyəcəm. Bəli, mən bu dünyada bir ayrılığın dərdini mütləq çəkməliyəm. O da nəyin ayrılığı və yaxud da kimin ayrılığı? O Allahın ayrılığını. Allahdan ayrı düşdüyümə görə onun dərdini çəkməliyəm. Gecə-gündüz onun dərdini çəkməliyəm. Qəmlənməliyəm. Qəmim olmalıdır. Qəmlənib düşünməliyəm ki, mən niyə Allahdan uzaq düşmüşəm? Bugün mən günah edirəmsə, qəm çəkirəmsə, bəli, qəm çəkməliyəm. Qəm çəkməliyəm ki, mən niyə günah eləyirəm ki, Allahdan uzaq düşürəm? Bu qəm məni öldürür. Bu bizim qəmmimizdir, təəssüf ki. Amma siz bilirsiniz, ariflər, aşiqlər qəmləri, belə deyim, hansı səviyyədədir? Onların qəmləri Allaha qovuşaraq qəmlənirlər. Və diqqət edin, çox xahiş edirəm. Allaha qovuşaraq qəmlənirlər. Allaha qovuşurlar. Hər daim Allaha qovuşurlar və o qovuşmanın ardınca bir dənə bir hicran ayrılığı, yeni bir hicran yaranır və onun dərdini çəkməyə başlayırlar. Bu şirin bir qəmdir. Bu qəm insana Allahla ünsiyyətini düzəldir. İnsanın əlini açır Allahın dərgahına ki, Allahla həmsöhbət olsun. Allah sonsuz bir kamala malik varlıqdır. Sonsuz kamala malik olduğuna görə biz nə qədər Allaha qovuşsaq da, bir o qədər də hicran ayrılığı gəlir bizə. Niyə? Çünki sonsuz kamaldır. Həddi hüdudu yoxdur. Onun həddi hüdudu olmadığına görə
Allah'a qovuşduqdan sonra hər şey sona yetmir, əksinə davam eləyir. Getdikcə getmək istəyirsən, getdikcə gedirsən, həm sevincli, şadlıq gəlir. Orada qəmlə şadlıq, belə deyim, birləşir. Qəm şadlıq bir qəm olur. Şadlığın özü də qəm olur. Yəni birləşir. Həm şad olursan, həm qəm olursan. O dünya qəmi deyil. O səni mənfiyə aparan qəm deyil. O qəm səni daha da qabağa aparır, irəli aparır ki, Allah tərəf gedəsən, ona tərəf qovuşa biləsən. Qovuşduqca insan qəm çəkir yenə. Qəm gəlir ki, yox, mən kifayət qədər qovuşmadım Allaha. Həzrət Peyğəmbərimiz gözəl bir söz deyir. Deyir ki, ilahi, səni layiqincə tanımadığıma görə sənə tövbə edirəm. Sənə tövbə edirəm. Peyğəmbər Allahı necə layiqincə tanımayıb? Peyğəmbər gündə 70 dənə mənzil keçirdi. 70 mənzil keçib Allahı tanıyırdı. Və baxırdı ki, bugün keçdiyim 70 mənzil dünənki keçdiyim 70 mənzildən fərqlənir. Yəni dünən elə hal idim ki, baxıram ki, bugünə nisbətdə baxıram ki, dünən mən Allahı tanımırmamış. Allahı düzgün tanımırdım. Və ona görə Peyğəmbər deyir ki, dünənki tanımağıma sənə tövbə edirəm. Düzgün tanımamışam səni. Yəni tanıdıqca, gündə məqamlar keçdikcə görürəm ki, mən səni layiqincə tanıya bilmirəm. Ümumiyyətlə insan Allahı layiqincə tanıya bilməz. Allahı layiqincə tanıya. Necə layiqincə tanıya bilməz? Daha doğrusu tanıya bilər Allahı layiqincə. Amma bir həddə qədər, necə deyim bir həddə qədər? Yəni, məsələn, Allahın zatına qovuşsun, zatını görsün. Bu tanımaqdan insan Allahı tanıya bilməz. Allah o qədər ucadır, o qədər əzəmətlidir ki, insan getdikcə, ona tərəf getdikcə başa düşür ki, mən Allahı layiqincə tanımadım. Və şirinlik buradadır, ləzzət buradadır ki, insan addım atır, tanıyandan sonra növbəti addım atanda yeni tanıyır. Bax ki, yox, mən Allahı deyəsən layiqincə tanımamışam. Bu şirinlikdir. İnsan gündə hər an addım atır Allaha tərəf. Ona görə ariflər daim dünyada təkamüldədirlər. Daim ruhları hərəkət edir ki, Allaha tərəf gedə bilsinlər. Allaha tərəf gedəndə isə artıq deməli başa düşür ki, mən əvvəl Allahı yaxşı tanımamışam. İnsan belə bir halda olmalıdır. Biz belə bir halda olmalıyıq. Belə bir hicran, ayrılığın dərdini çəkməliyik. Ki, mən bu dünyadayam, ilahi, sənə qovuşa bilmirəm, deyəsən mən. Sənə tərəf gedirəm, mən səni tanımaq istəyirəm. Bu qəmə son qoy. Bu qəmə son qoy. Mənə yol göstər, üzə çıx. Allah da deyir ki, mən sənin ayın olaram, sənə yol göstərərəm, amma əgər mümkün olsa. Bəziləri də belə gətirirlər ki, əgər mümkün olsa, yəni bu mənada ki, sən ey mənim bəndəm, sən məni həmişə tanımaqda olacaqsan. Sənin mənimlə olan tanışlığın sonu yoxdur. Sən məni tanıdıqca daha çox tanımaq istəyəcəksən. Və o qəm, həmin o şirin qəm səni səbəb olacaq ki, səni mənə tərəf gətirsin. Ona görə Hafiz Şirazi deyir ki, dedim ki, gəl mənim ayım ol, bu qəmə son qoy. Allah da dedi ki, məşuq da cavab verir ki, əgər mümkün olsa, sənin ayını olub bitirmək, bu yolu bitirmək mümkün olsa bitirərdim. Sənə əziyyət vermək istəməzdim, amma belə deyil. Mən elə bir varlığam ki, sən daim mənə tərəf gəlmə. Ümumiyyətlə, sən yaradılışda həmişə sənin daxilində mənim qəmim olacaq. Bunu yadda saxla. İnsanlar dünyada qəm çəkir. Birisi əslində hərəsi bir şeyə qəm çəkir də, düzdür? Hərəsi məsələn biri malını itirir, qəmini çəkir, birinin övladını itirir, qəmini çəkir. Amma bilirsiniz, bütün bu qəmin arxasında yalnız bir qəm var, bir kəsin qəmi var, o da Allahın qəmidir. Əslində insanlar Allahın qəmini çəkir, özlərinin xəbəri yoxdur. Özləri başa düşmür ki, Allahın qəmini çəkirik biz. Bütün qəmlər Allaha qayıdır. Bütün qəmlər. Allah sadəcə olaraq demək istəyir ki, mən sənin qəmini aradan apara bilərəm. Bilirsən necə? Gəl məni tanı. Mənimlə tanış ol. O tanışlıq vasitəsilə qəm sənə şirin olacaq. Çünki biləcəksən ki, bu qəm səni sonsuz bir kamala tərəf aparacaq. Sonra ikinci misrada buyurur ki, Hafiz Şirazi gileylənir. Yenə deyir, qoftəm zemehir vərzan, rəsmi vəfa beyamuz. Qofta zexubruyən inkar kəmtər ayət. Deyir ki,
Dedim ki, yaxşı insanlardan, mehriban insanlardan vəfa öyrən. Vəfanı öyrən. Vəfanı necə yerinə yetirirlər? Əhdə vəfanı necə yerinə yetirirlər? Həmin o mehriban insanlardan öyrən. Cavab gəldi. Cavab gəldi ki, zahirdə yaxşı insan kimi görsənənlər elə bilmə ki, həqiqətdə onlar vəfanı bilirlər nədir. Onlardan bu iş az miqdarda olur. Yəni onlar zahirdə belə görsənir. Zahirə aldanma. Məni qoyub başqasına tərəf getmə. Sən məndən şikayət edirsən ki, mən vəfasızam və başqalarına tərəf gedirsən, məni tərk edib başqalarına tərəf gedirsən. Zahirdə kimsə sənə bir dənə bir mehribanlıq göstərsə, dərhal aldanırsan, gedirsən ona tərəf ki, bu mehribandır, bu vəfalı adamdır. Bundan gəl vəfa öyrən. Bax, görsən necə vəfalıdır, ondan vəfa öyrən. Aşiq, məşuq deyir ki, o zahirdə vəfalı kimi görsənənlər, zahirdə gözəl görsənənlərdə bu iş az olur. Onlar zahirdə vəfalıdırlar. Bəzən biz həqiqi sevgilidən, həqiqi məşuqdan, dostdan məhrum oluruq. Biz Allahı unuduruq, gedirik başqasının arxasınca düşürük. Düşürük başqasının arxasınca. Biz elə əslində biz başa düşmürük ki, bizim əsl dostumuz Allahdır. Bizim əsl sevə biləcəyimiz kəs Allahdır. Biz həqiqətdə bizə əslində vəfalı olan Allahdır. Allahdan başqa heç kəs bizə vəfalı olmayacaq. Heç kəs vəfasına əməl eləməyəcək. Bilirsiniz niyə? Deyə bilərsiniz ki, axı yaxşı. Deyə bilərsiniz ki, məsələn, o qədər yaxşı insanlar var. Onlar heç bizə vəfasına əməl eləməyəcək. Vəfalı olmayacaq bizə. Cavab budur ki, onlar mümkün deyil vəfalı olsun. Hətta yaxşı insan olsa da sonda bir yerdə qırılacaqlar. Sonda bir yerdə qırılacaq. Çünki qiyamətdə görəcəyik ki, əsl vəfalı, əsl dost elə Allahdır. Əsl dost elə Allahdır. O Allah ki, Peyğəmbərimizə deyir ki, sənin ümmətimin günahını müzakirə edəndə nə sən olacaqsan, nə başqası, mən və həmin o günahkar olacaq. Gör nə qədər vəfalıdır ki, Allah deyir ki, onun günahını heç kəs bilməyəcək. Heç kəs. Onunla mən olacam. O mənə dost ola bilmədi, eybi yox, mən ona dost olaram, nə olar ki? O məni tərk elədi dünyada, getdi istədiyini gördü, getdi başı qarşı dünyaya. Nə gəldi, etdi, mən onun həyatında yox idim, eybi yox, qiyamətdə o çarəsizdir. Bəzən bir insan sənə qarşı çıxar, sənə qarşı pis addım atar, deyərsən ki, eybi yox da, eləsin. Amma bir gün o əlacsız qalanda, bir gün əlacsız qalır. Görürsən ki, əlacsız qalıb, sıxışıb, sənə tərəf gəlir. Gəlir sənə tərəf. Sən neyniyərsən? Deyərsən ki, eybi yox, sən mənə qarşı pis oldun. İndi çıxılmaz vəziyyətdə qalıb mənim yanıma gəlmirsən, düzdür? Mənim ehtiyacım yoxdur səndən heyf çıxım. Çünki mənim zatım buna icazə vermir. Mən vəfalı dostam. İndi sənə göstərəcəm ki, necə sənə vəfalı dostam. Və Allah deyir ki, və rəhməti vəsi'at kullə şey. Mənim rəhmətim hər şeyi əhatə edəcək. Hər şeyi əhatə edir. O qədər gözəl Allahdır ki, intiqam almayacaq. O insanlara öz dostluğu ilə, öz vəfası ilə o insanları utandıracaq. Utanıb biz yerə girəcəyik ki, qiyamətdə ilahi, sən necə bir Allahsan, necə bir Rəbdir bu, mən nə işlər gördüm, nə pis işlər gördüm, o bir dənə də onun intiqamını almadı. Əksinə mənə gəldi, dedi ki, gəl, eybi yox, gəl. Eləmirsən, eybi yox. Bir dost görər, sizi əsl dost. Çıxılmaz vəziyyətdə olarsınız. Bir vaxt ona üz çevirmişdin. İndi gəl deyir ki, gəl mənim yanıma. Gəl sənə kömək eləyəsəm. Sənin vəziyyətin necə olar onun yanında? Utanarsan, utandığından yerə girərsən. Başın daim aşağı olar ki, bu necə? Onun o mehribanlığı, onun o rəhməti səni öldürər. Az qala deyərsən ki, niyə bu qədər rəhmətlisən? Niyə bu qədər mehribansan mənə qarşı? Niyə mehribanlıq elədin?
Mən sənə etdiyimi sən də mənə edərdin. Axı mən xəcalət çəkirəm. Allah insanı xəcalətli etməz, amma bir şeydə xəcalət. O da necə bir şeydə xəcalətli edər? Allahın xüsusiyyəti budur ki, Allah o qədər mehriban olacaq, o qədər rəhmətini göstərəcək qiyamətdə, insan ondan xəcalət çəkəcək. Ona görə insanlara Allahın rəhmətindən danışın, əziz tələbələr. Allahın gözəlliyindən danışın, Allahın mehribanlığını qabardın. Vallahi Allahın mehribanlığını qabartmaq lazımdır. Rəhmətin başa düşüb rəhmətin qabartmaq lazımdır. Onu qabardın. Əgər həqiqətdə özünüz başa düşüb, yaşayıb və başqalarına yaşada biləcəksinizsə, bütün insanlar inan ki, günah eləməz. Bütün olması əksəri günah eləməz. Başa düşsə günah etməz. Çünki Allahın mehribanlığını görüb, o xəcaləti fikirləşib deyir ki, yox, mən necə günah eləyə bilərəm? Allah, mən günah eləyim, Allah məni bağışlasın, Allah yenə mənim əlimdən tutsun, məni aparsın öz yanına. Amma mən ona günah eləyim, yox, bu xəzalətdir. Mən bu xəzalətə dözə bilmərəm. Bir hədis deyəcəm. Hədisi qudsidir. Naşükürlükdən bəli, Allah sorğuluyur. Allah'a sorğuluyur. Dəhşət bir şeydir. Bir iki dənə hədis deyəcəm sizə. Bu hədis aramızda qalsın. Necə aramızda qalsın? Yəni gedib heç kimə çox deməyin. Siz başa düşürsünüz deyə mən deyirəm bunu. Bilmirəm bu hədislərə rast gəlmisiniz yoxsa bir-bir oxuyacam. Allahın insana o qədər bəndəsinə o qədər məhəbbəti var ki, tez intiqam almaz. Bir dənə təsəvvür edin ki, əgər Allah kimləsə intiqam alırsa, gör o nə qədər bədbəxt insan olub. Gör o nə qədər bədbəxt olub ki, Allah səndən intiqam alır. Allah. Sən nə iş görmüsən ki, Allah səndən intiqam almaq məcburiyyətində qaldı? Rəhmət dolu Allah, mərhəmət dolu Allah səndən intiqam alırsa, sən böyük bir problemli insansan. Sənin zatında böyük bir problem var. Əgər Allah səndən intiqam alırsa, Allah heç bir zaman intiqama tələsmir. Düşünün, çox dəhşətli. Ben bu hədisə baxıram, bir dənə bunu deyim, çox xahiş edirəm. Düşünün, günahkar bir insan, günahkar bir bəndə gedir öz işi ilə məşğul olur. Gedir içki içir. Gedir qeybət edir. Gəlin elə özümüzə aid eləyək. Az ibadət edirik. Naşükürlük edirik. Layiqincə Allaha bəndə ola bilmirik. Elə lap o uzaqda olan insanlarda təsəvvür edin. Gedir çox pis bir işlə məşğul olur. Biz gəlin etiraf edək ki, biz bəzən düşünürük ki, Allah onlardan əl çəkib. Yəni Allah onlara deyib ki, gedin, özünüz bilərsiniz. Amma inanırsınız ki, Allah onlardan əl çəkməyib. Bu hədis insanın başqalarına olan baxışını dəyişəcək. Ki, başqaları da Allah bəndəsidir. Nə olsun mən namaz qılıram, nə olsun mən oruç tuturam. Oruç tutmayan, pis işlə məşğul olan insanla da mehriban olmalıyıq. Çünki Allahın da onlarda gözü var. Özdə Allahın onlarda olan gözü səndəkindən şiddətlidir. Daha çox onlarda gözü var. Çünki onlar yolun azıblar, onlarda gözü var ki, onlar qayıtsınlar. Nə deyir hədis? Hədisi qudsidə Allah Teala buyurur ki, "Ləv ya'lamu el-mudbiruna anni keyfə intizarən ləhum." Deyir, əgər Peyğəmbərimizə deyir, ya Əhməd sallallahu aleyhi və alihi və səlləm, deyir, ya Əhməd, əgər məndən üz döndərənlər bilsəydilər ki, necə onların intizarındayam mən, necə onların arxasınca baxıram, gözləyirəm onların, üz döndəriblər, arxasınca baxıram ki, üzləri mən tərəfə döndərsinlər. Onların intizarındayam mən. İntizarilləhum, onların intizarındayam. Və rəfiq bihim,
üzr istəyirəm, və rəfiqi bihim. Deyir ki, və onlara mehribanam. Mehribansan, biz elə düşünürdük ki, kimsə pis iş görürsə, içki içirsə, nə bilim, nə iş görürsə, Allah onlarla mehribandır. Yox, deyir, onlara və rəfiqi bihim və onlara mehribanam mən. Necə onlara rəfiqəm, dostam, həmdəməm. Necə onlara mənim ürəyim yanır ki, onlar mənə tərəf qayıtsınlar. Onların o əməlləri məni yandırır. Mən bunu məcazi deyirəm də. Onların əməlləri mənim qəlbimi yandırır. İstəyirəm ki, mən tərəfə dönsünlər, mənə baxsınlar. Məndən üz döndərməsinlər. Görün necə deyir. Dəhşətdir. Baxın, deyir, davamı deyir. Davamda deyir ki, və şəvqi ilə tərki məasihim. Və əgər bilsələr ki, necə şövqlənirəm mən, necə bir şövqüm var ki, onlar o günahı tərk etsinlər. Onların günahlarını tərk etməyə şövqüm var. Şövqlənirəm ki, kaş onlar günahını tərk etsinlər. Kaş bu çirkabdan çıxsınlar. Deyir, əgər mənim bəndəm bunları bilsə, bu saydıqlarımı bilsə, ləmatu şəvqən iləyyə, mənə olan şövqdən ölərlər, bilmirlər. Başa düşsələr, mənə olan şövqdən ölərlər. Biz başa düşsək ki, Allah bizim arxamızca baxır və istəyir ki, biz ona tərəf qaydaq, həmişə arxamızca baxır. Nə qədər ki, biz Allahdan qırılmamışıq, biz gəlib Yezid həddində olmamışıq. Allah bizim arxamızca baxır. Biz daim fikirləşməliyik ki, biz hardasa günah eləyəndə Allahın bizə bir baxışı var. Uzaqdan bizə baxır. Bir dənə istəyir ki, biz deyək ki, biz tövbə eləyək, günahı tərk eləyək, sönək Allah tərəf baxaq ki, ilahi gəldim, qayıtdım. Və davamında buyurur ki, وَتَقَتَّعَتْ أَوْصَالُهُمْ مِنْ مَحَبَّتِي. Deyir ki, və bilsələr ki, onların necə şövqüm var, necə onların intizarındayım, bu saydıqlarımı bilsələr, Allah bu deyir ki, onların mənə qovuşmadığına görə yanarlar, ürəkləri yanar. Yəni bilsələr ki, mən onları gözləyirəm və bunu bilsələr, ürəkləri yanar ki, biz necə Allaha qovuşmamışıq, necə Allahla tanış olmamışıq. Çox möhtəşəm bir hədisdir. Allah deyir, mən sizin arxanızca baxıram, daim sizi düşünürəm, daim sizin... İndi adam başa düşür ki, Allah insanı tərk eləməyib. Allah həmişə insanı gözləyir və indi adam başa düşür ki, Allah təkcə bizim Allahımız deyil, təkcə bizim Rəbbimiz deyil. Bütün insanların Rəbbidir. Bütün insanların. Ona görə Hafiz Şirazi deyir, qoftəmizə mehr vərzan rəsmi vəfa biyamuz. Dedim ki, mehribanlardan vəfa öyrən. Qofda cavab verdi ki, xubruyan inkar kəmtər ayət. Kəmtər ayət cavab gəldi ki, mehriban görsənənlərdən bu iş azdır. Elə bilirsən ki, onlar mehribandır, sənə vəfalı olacaq. Vəfalı mənəm, mənəm vəfalı. Mən səni gözləyirəm. Gəl mənə tərəf. Qəmim səni öldürür, gəl mənə tərəf. Addım at mənə tərəf. Mənəm vəfalı, sənə yalnız və yalnız mən vəfalı olacam. Son növbəti misrada buyurur ki, şeirin davamında buyurur ki, aşiq bezdi, aşiq yoruldu, aşiq qəmə dözə bilmədi. Qəmə dözə bilmir, indi keçir təfəkkürə, xəyala. İstəyir ki, xəyalda da məşuqu silsin. Niyə? Rahat olsun bu qəmlə. Qəm öldürür onu. İstəyir ki, xəyalından da çıxarsın onu. Xəyalından da çıxarsın. Amma təəssüf ki, ya müsbət mənada təəssüf ki deyirəm. Bu qəm, çəkdiyimiz kəsin qəmi, bu kəs elə bir kəsdir ki, onu unutmaq mümkün deyil. Xəyalımızda belə onu unuda bilmərik.
Çünki ondan gəlmişik. O bizi yaradıb. Unutmaq mümkün deyil. Çünki bizi sevir. O qədər bizim məhəbbəti var ki, bizə məhəbbəti olan kəsi unutmaq olar. Görmürsünüz ki, kimsə bizi şiddətli sevsin, onu unudaq. Yəbnə Adəm, ənə muhibbun lək, fəbihaqqə aleyk kun muhibbən li. Ey Adəm övladı, mən sənə aşiqəm, səni sevirəm, məhəbbətim var sənə. Və sənə ant verirəm mənim sənin boynunda olan haqqa. Mənim ki, sənin boynunda haqqın var, sənə ant verirəm o haqqa, sən də məni sev. Mən səni sevirəm, sən də məni sev. İlahi, mən səni sevməyim lap. İlahi, mən səni tərk edeyim. İlahi, səndən üz döndərim. Tutaq ki, mən səndən üz döndərdim, səni saymadım. Tutaq ki, dedim ki, mən bundan sonra səni qəbul eləməyəcəm. Bundan sonra mənim sən adda bir Rəbbim yoxdur. Bundan sonra mən təkəm, tək yaşamaq istəyirəm. Səni istəmirəm. İlahi, görəsən, bu zaman sənin məhəbbətin mənə azalacaq. Xeyr, azalmayacaq. Çünki rəhmət dolu bir varlıqdır. Yaratdığını sevdiyindən yarat. Biri var, yaradır, sonra sevir. Bir de var ki, sevgisindən yaradır. Biri var, yaradır, sevir. Bir de var ki, sevgisindən elə yaradır. Biri var, yaradır, ona aşık olur. Biri var ki, aşıqliyindən onu yaradır. Allah biz dünyaya gəlmədən öncə də aşık idi bizə. Bizi bilirdi. Onun üçün zaman məkan yoxdur ki. O bizi zaten bilirdi. Bizə əvvəldən aşıqdır. Allah kamil insana əvvəldən aşıqdır. Və o aşıqliyinə görə də bizi yaratdı. Yaratdı və o aşıqliyində, eşqində heç bir zaman eşqindən dönən bir kəs deyil. O sevir. Aşık olur, sevir. Ona görə də Hafiz Şirazi deyir ki, Qoftəm ki, bər xiyalət rah-i nəzər bebəndəm. Sonda da gəldi. Dedi ki, bilsən nə var? Ey məşuq, ey məni dəl eləyən, bilsən nə var? Deyir, ona dedim ki, xəyalımı var ha, xəyal. Ki, mənim xəyalıma gəlirsən, xəyalımda olursan, o yolu bağlayasam. Yəni, qoymayasam xəyalıma da gələsən, təxəyyülümdə olasan. Qoftəm ki, bər xiyalət rah nəzər bebəndəm, qofta cavab verdi. Şəb rubasto, əz rah digər ayət. Çox gözəl deyir. Cavab nə gəldi? Cavab bu gəldi ki, dedi ki, mən gecə gəzintisiyəm. Gecə gəzintisiyəm. Və başqa yoldan keçəcəm. Başqa yoldan gələcəm. Xəyalva imkan verməyəcəksən gəlir. Mən gecə gəzintisiyəm. Gecə gəzintisi görürsünüz. Adam, məsələn, adam gəzir. Hamı yatır. Heç kimin xəbəri yoxdur. Gecə ilə hara istəsə gedə bilər. Sənin bilmədiyin yerə də girə bilər. Çünki ondan xəbərsizsən. Gecə rahatdır bir mənada. Gündüzdən rahatdır istədiyin yerə girmək, daxil olmaq. Deyir ki, mən gecə gəzintisiyəm. Başqa yolla gələcəm. Başqa yolla yəni girəcəm sənə, sənin zehninə, sənin qəlbivə. Sən bilməsən də mən başqa yolla girəcəm. Qəlbivə girəcəm səni. Deyir, mən gecə gəzintisiyəm. Mən səndən əl çəkən deyirəm, mən səni sevirəm və sevgimi tərk eləyən deyiləm. Sənə olan sevgimi tərk eləyən deyiləm. Bir hədisdə deyim bu barədə. Elə bu misraya aid. Heç bir zaman dua eləməyin. Allaha dua eləməyin ki, ilahi, mənə bəla nazil elə. Heç bir zaman deməyin ki, ilahi, mənə bəla nazil elə, məqam artsın. Heç bir zaman bunu deməyin.
Çünki sənin mənim gücümdə deyil o. Hər adama da Allah o bəlanı vermir. Dua eləməyin ki, ilahi, mənim məsələm evimi əlimdən al, pulumu əlimdən al. Eləməyin. Heç bir zaman eləməyin. O bizim gücümüzdə deyil. Səhv etmirəmsə hədislərdə də var ki, özünüz üçün bəla diləməyin. Allahdan bəla diləməyin. İstəməyin. Çünki sənin gücündə deyil. Bəlaya dözüm sənin gücündə deyil. Bəzən sən bəla görərsən, yersiz bəla görərsən, Allahdan küsərsən. Və nə qədər insanlarda görürsən ki, belə şeylərə görə Allahdan küsür. Bəli, başımıza bəla gəlir, amma bizim başımıza gələn bəla əməlimizin bəlasıdır. Sevgidən olan bəla deyil. Əməlimizin bəlası. Biz hələ o mərhələdəyik ki, əməlimizin bəlasını çəkirik. İnsan əməlinin girovudur. Bu günlərim mən nə isə itirirəmsə, axtarıb tapmalıyam ki, mən nə etmişdim ki, bu da nəticəsidir. Biz bunun bəlasını çəkirik. Biz hələ öz həyatımızı qururuq, səbəb-nəticə qanunla həyat yaşayırıq. Biz bunun bəlasını çəkirik. Biz Allaha şikayətlənməyək, ilahi, sən məni necə sevirsən, mənə belə bəla göndərirsən. Allah deyəcək ki, birincisiz nə sevgi? Sevgiyə görə yox, səninlə mənim ünsiyyətim o deyil. Sən öz əməlinlə gəldin o işi gördün. Mən nə edeyim? Niyə məni günahlandırırsan? Mənim əziz bəndəm. Amma aşiqlər Allah bəzilərinə elə aşiq olur ki, təbii ki, yenə deyirəm, o məqam baxımından fərqli insanlardır. Məsələn, peyğəmbərlər və bəzi ariflər elə bir aşiq məqamına çatır ki, Allah onları elə sevir ki, sevgisini göstərir. Bunu hər adama deyə bilmərik. Bunu kimə desək, Allah qəddar biləcəklər. Nəuzubillah. Allaha başa düşməyəcəklər. Dindən soyacaq. Amma gizlətməyik, özümüzü bilirik. Hamımız burada neçə vaxtı dərs oxuyuruq, bilirik. Bilirik nə var, nə yox. Bu hədisə diqqət edin. Bu hədis də o hədislərdəndir ki, bunu heç kəsin yanında deməyin. Çox adamın yanında deməyin. Hədisdən aydın olacaq. Deyəcəm, hədisdən aydın olacaq. Peyğəmbər buyurur ki, İzə əhəbbəllah abdən ibtilah. Deyir ki, Allah öz bir bəndəni sevəndə ona bəla göndərər. Ona bəla göndərər sevəndə. Niyə? Çünki onu o qədər sevir ki, istəyir ki, o bəla ilə o ayılsın. Ayılsın və Allaha tərəf getsin. Təzdən Allah, qəflətdən oyadır da Allah onu. Bəla göndərir, qəflətdən oyadır. Sevir, istəmir ki, o qəflətə düşsün. Hər adamda bəla göndərməz, bayaq dediyim kimi, hər adama bəla göndərməz, hər adamın tutumu yoxdur. Aşiqə bunu göndərər. Aşiqə göndərər ki, aşiq ayılsın, aşiq Allahdan bir nişanə görsün. Bilmirəm, hədisin davamını oxuyun, yoxsa yox. Səhv anlayacaqsınız, yoxsa yox. Hədisin davamında bir dənə baxın. Hədisin davamı bizə aid deyil. Narahat olmayın, bizə aid olmayacaq. Bizə aid deyil, vallah bizə aid deyil. Biz rahat həyatımızı yaşayaq, biz özümüzə bəla diləməyək. Allah bizim balalarımızı, malımızı sağlam eləsin, saxlasın, əlimizdən al. Bizə aid deyil. Yəni biz qətiyyən bu aşiqin Allahla işi var. Sənin nə işi var? Aşiqin Allahla işi var. Onların bir-birindən məhrəm bir işləri var. Sənin mənim nə işimə qalıb? Niyə Allah bilir? Aşiq sənə deyir ki, sənə dəxli yoxdur. Mən bilirəm, Allah bilər. Sənə dəxli yox. Sənə çətin gəlir. Allah burada qəddar kimi görsün, get işinlə məşğul. Səni eləmir Allah onu. Sənə dəxli yoxdur. O Allahla mənim işimdir. Mən istəmişəm Allahdan. Buyurur Peyğəmbər, Allah kimi sevsə, bir bəndəni sevsə, ona bəla göndərər. Sonra deyir ki, فَإِذَا أَحَبَّهُ اللّٰهِ الْحُبَّ الْبَالِغَى اِقْتِنَاهِ. Deyir ki, və əgər Allah bir bəndəni çox istəsə, şiddətli şəkildə istəsə, sevsə, deyir ki, Allah ona iqtinah eləyər. İqtinah. Sual verirlər. Və qalu və mə iqtinahu.
Sual verir ki, ya Rasulullah, onu iqtina eləmək nə deməkdir ki? Başa düşmədik. Nə deməkdir? Qal, Peyğəmbər buyurur, Əllə yetruk ləhu malən və la vələdən. Yəni, Allah onu yalnız özünə bağlayar və Allah ona nə mal qoyar, nə övlad qoyar. Özünə bağlayar. Onun qəlbindən övlad sevgisini çıxardar, mal sevgisini çıxardar. Və yaxud da necə ki Əyyub əleyhissalam övladların əlindən aldı Allah. Allah birini sevdisə, övlad və mal qoymaz onda, alar əlindən. Sevgisini göstərər. Düzdür, Əyyub Peyğəmbərə sonra qaytardı, malın, övladlarını qaytardı. Amma Allah birini sevsə, o cür imtihan eləyər. Birini sevdisə, Allah özünə o cür bağlayar. Baxın, sizə bir dənə bir söz deyim. Bir insan Allaha sevdisə, Allaha sevgisi oldusa, mal, övlad onu narahat eləməz. Onun üçün Allah mühüm olar. Övlad itkisi onu narahat eləməz. Narahat olar, valideyndir. Amma onun üçün mühüm olan Allahdır. Onun üçün mühüm olan Allahdır. Bir alim İmam Həzrət Əli əleyhissalamın mövlud məclisini keçirirdi. Oğlu dünyasını dəyişir, gəlirlər gizlincə qulağına deyirlər ki, bəs övladınız dünyasını dəyişdi. Çönür həmin o adama baxır, deyir, Allaha and olsun sənə imkan vermərəm ki, bu məclisi dağıdasan. Bu məclisi dağıdasan. İmkan vermərəm sənə. Bu məclis bitsin, ondan sonra gedəsən. Oğlumun harayına ondan sonra gedəsən. Bir alim də dərs deyirdi. Gəlirlər gizlincən o deyirlər ki, övladınız dünyasını dəyişdi. Çönür baxır, deyir, dərsimi bitirim gəlirəm. Mənim mühüm bir işim var. Bu biveclik deyil. Bu övlada qarşı biveclik deyil. Əslində Allaha bağlı olan insanın öz övladına olan məhəbbəti digərlərindən daha çoxdur. Daha şiddətlidir. Amma belə insanları Allahla o qədər bağlıdırlar ki, o qədər Allah onları özlərinə bağlayıb ki, onların o övlad itkisi, o mal itkisi onları narahat eləmir. Bunun bariz nümunəsi Həzrət Əyyub əleyhissalam idi. Hər şeyi itdi, cəmaət ondan uzaqlaşdı, amma Allahla qaldı. Həzrət İsa əleyhissalam gəlir, görür yolun qırağında bir kişi var. O kişi xəstədir. Cüzam xəstəliyidir, nəsə bir xəstəlikdir, bədəni sürüb gedirdi. Atmışlar onu kənara, şəhərdən qırağa çıxartmışdılar. Allaha biz nə dua eləyirdi? Deyirdi ki, Elhamdülillah Rabbil aləmin. Deyirdi ki, Allaha həmd olsun, aləmlərin Rəbbinə həmd olsun ki, mən onunlayam. Mənə hər şey verib. Hər şey verib mənə. Həzrət İsa gəlir bunu imtihan eləməyə. Gəlir ki, ay qoca kişi, şəhərdən kənara səni çıxardıblar. Malın yox, evin yox, eşiyin yox, bədənin çürüyüb gedir. Hansı şeydən danışsan ki, Allah həmd olsun ki, mənə hər şey verib. Nə verib Allah sənə? Hər şeyə əldən gedib. Nəyə şükür edirsən? Cavab nə deyir? Deyir ki, ey ruhullah, ey Allahın ruhu, ey İsa, mal, mülk, bədən, cisim, bunlar müvəqqətidir. Aradan gedəcək. Belə getməsin, başqa cür gedəcək. Amma mənim zənginliyim oradadır ki, mən Allahlanam. Allah yadımdan çıxmayıb. Allaha olan bağlılığım var. Allaha olan bağlılığım möhkəmdir. Bu bağlılıq varsa, mənim hər şeyim var. Zaten mən bu dünyadan köçəndən sonra yuxu kimi ayılacam. Yuxudan ayılan kimi ayılacam. İnsan yuxudan ayılanda, yuxuda görür ki, məsələn, pis ayağı sınıb, qolu sınıb, yuxu da düzdür. Yuxudan ayılanda deyirsən, bu yuxuymuş ki.
İnsan şikayət eləmir ki, mən yuxuda niyə ayağım qolum sındı, ilahi, niyə ayağım qolum sınıq etdin, o cür yaratdın məni. İnsan onu şikayət eləmir. Yuxudan ayılanda ona şikayət eləmir, yuxu idi, onu nə şikayət eləyəsən? İnsan da dünya yuxudur. Dünyadan köçdükdən sonra qiyamətdə ayılanda görəcək ki, bunlar hamısı yuxu imiş. Əsas budur ki, mən Allahla oldum. Yuxu kimi ayılacaq, yuxudan ayılan kimi ayılacaq və əsas budur ki, mən Allahla oldum, Allahdan üz döndərmədim. Ona görə Peyğəmbər deyir ki, Allah birini, bir bəndənə çox sevsə, ona övlad və mal qoymaz. Övlad və malı ondan alar. İndi bu alar nə mənadadır? Ya övlad verməz, ya mal verməz və yaxud ürəyindən çıxardar, hər cür ola bilər də, hərədə bir fərqlidir, hərədə fərqli ola bilər. Bizə qorxmayın, bizə aiddir. Bizə, amma and ola Allaha deyirəm, and ola Allaha deyirəm. Mən bir çoxları bunu yazır, bunu deyir. Düzdür, mənim başıma gəlməyib, demək asandır. Amma bir şey yəqinim var. Yəqinim budur ki, həqiqətən bir insan Allaha bağlı olsa, övladını da itirsə, o bağlılıq onu qoruyub saxlayar. O bağlılıq əslində onu uzaldar. Allah zərrə də etiraz eləməz. Çünki bilir ki, Allahındır. Sən əgər etiraz edirsənsə, o demək ki, hər şeyin Allahın olmasını qəbul etməmisən. Hər bir şeyin sahibi Allahdır. Bunu qəbul etməmisən. Çətin məqamdır, bəli. Danışmaq asandır, bəli. Deyə bilərsiniz ki, başıma gəlsin görə dözə bilərsən. Bəlkə dözmədim, amma faktdır. Fakt. Biz bunu görürük. Təcrübədən görürük. Nə qədər insanlardan bunu görürük. Ona görə Hafiz Şirazi deyir ki, qoftəm ki, bər xiyalət rahi nəzər be bəndəm. Dedim ki, sənə olan o xəyalımdakı yolu bağlayaram. Qofda ki, dedi ki, şəbru vastu əz rahı digər ayət. Cavab verir ki, mən gecə gəzintisiyəm, digər başqa yolla gələrəm. Səndən əl çəkən deyirəm. Sənin mənə məhəbbətin olursa, mən də səni sevdimsə, mən səndən əl çəkən deyiləm. Elhamdülillah, Rabbil aləmin. Bu qədər, əziz tələbələr. Allah bizləri Allaha həqiqi bəndələrdən qərar versin, onu sevənlərdən qərar versin. Allah bizi özünə bağlı bəndələrdən qərar versin. Bu mübarək Ramazan ayında ona adam bilmir nə dua eləsin. Bir sözlə həyatımızı özü ilə qərar versin də, yəni həyatımızda Allah olsun. Allahdan kənar çıxmayaq, Allah xəttindən kənar çıxmayaq həyatımızda. Daim onunla olaq. Bir zərrə məhəbbət olsa qəlbimizdə, Allahın da olsun, xoşbəxt olarıq. Allaha bir dənə məhəbbətimiz olsa, vallahi xoşbəxt olarıq. Bizim üçün Allah mühüm olmalıdır. Allah, başqa heç kim mühüm olmamalıdır. Hərdən baxırsan ki, Qurana and olsun. Mən baxıram hərdən, görürsən ki, ay Allah, özümə də aiddir şəxsən, özümdə də bir problem var. Amma görürsən ki, bəzilərinə baxırsan ki, ay Allah, bu nəyin dərdini çəkir? Bu nəyinlə yarışır? Kimlə yarışır? Mənim filan şeyim olmadı, filan kəsin filan şey oldu. Filan kəsin baxışı çox oldu, mənim baxışım az oldu. Ay nə bilim, mənim dərsim zəif oldu, tələbələr xoşlamadı, onun dərsini tələbələr xoşladı. Ay da baxırsan ki, yəni sən nəyin dərdini çəkirsən, başına dönüm, sən harda qalmısan, sən nə iş görürsən, sənə Allah mühüm, sənin həyatında Allah yox imiş, sənin xəbərin var. Sənin üçün Allah mühümdürsə, sənin üçün məşhur olmaq, sənin üçün nə bilim, çoxlu tələbən olmağın, sənin şirkət sahibi olmağın, yaxşı şirkət sahibi olmağın, şirkətinin, nə bilim, yəni sənin üçün heç nə mühüm olmamalıdır, heç nə mühüm olmamalıdır. Yalnız Allah. Allah mühümdürsə, sən buna narahat ol ki, yaxşı, mənə az, çox baxış gəldi gəlməyinə. Amma görürsən, mən Allahın nəzərindəyəm. Görürsən, mən Allahla, bax buna sən narahat ol. Buna narahat olmalıyıq. Allah həmişə bizi öz yolunda sabit qədəm saxlasın. Bura qədər, əziz tələbələr. Əgər bir sözünüz yoxdursa, nəsə çətin məqam var idisə, qaldısa, sualınızı verə bilərsiniz.